Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammed və alə alihi və sahbə ecmaîn. Esselamu aleykum əziz müsəlmanlar. Qaldığımız yerdən ərəb dili dərslərinə davam edirik. Axırıncı dəfə ikinci dərsə qədər keçmişdik. Bu günlər isə ikinci dərsimizə başlayırıq. Əd-dərsu thani, ikinci dərs, zəlikə. Demək, qısaca olaraq zəlikə haqqında məlumat verək. Zəlikə işarə vəzliyidir, uzaq məsafəni bildirir və kişi cinsi üçün istifadə olunur və tərcüməsi isə o deməkdir. Yəni işarə vəzliyidir. Demək, indi başlayaq oxumağa. Mə zəlikə. O nədir? Zəlikə nəcmun. O ulduzdur. Həzə məscidun. Bu məsciddir. Və zəlikə beytun. Və o isə evdir. Həzə hisanun. Bu atdır. Və zəlikə himərun. O isə uzunqulaqdır. Səhifənin aşağı hissəsinə keçək. Deməli, əzəlikə kəlbun. O itdirmi və yaxud da o itdir. Lə zəlikə qittun. Xeyr, o pişikdir. Mə zəlikə. O nədir? Zəlikə sərirun. O çarpayıdır. Davam edək növbəti səhifəmizdə. Mən həzə və mən zəlikə. Mən bildiyimiz kimi kim deməkdir? Bu kimdir və o kimdir? Həzə müdərrisun. Bu müəllimdir. Və zəlikə imamun. Və o isə imamdır. Mə zəlikə. O nədir? Zəlikə həcərun. O daşdır. Həzə sukkərun. Bu qənddir. Və zəlikə ləbənun. Və o isə süddür. Təmrin, deməli çalışma. İqra vaktub. Oxu və yaz. Deməli, birinci bəndimizdə yazıb. Həzə sukkərun. Bu qənddir. Və zəlikə ləbənun. Və o isə süddür. Mən zəlikə. O kimdir? Zəlikə imamun. O imamdır. Əzəlikə qittun. O pişikdirmi? Və yaxud da o pişikdir. Lə zəlikə kəlbun. Xeyr, o ittir. Mə həzə. Bu nədir? Həzə həcərun. Bu daşdır. Əl-kəlimətul cədidətu. Deməli, cədidə yeni deməkdir. Kəlimət, sözlər, yeni sözlər. İmamun, imam. Həcərun, daş. Sukkərun, qənd. Ləbənun, süd. Müasir dövrümüzdə bunu ayran və yaxud da qatıq kimi də istifadə edə bilər. Lakin ümumən ləbənun süd kimi gedir. Bəli. Növbəti dərsimizdə inşallah 3-cü dərsimizi keçəcəyik. Allah sanlaşırsın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.